Belə baxanda arıqlamaq üçün Instagramda yayılan diyetoloqlara müraciət etmək daha asandır. Çünki 30 manat verəcəksiniz, bir aylıq pəhriz alacaqsınız. O diyetoloq da sizə nəzarət edilmiş kimi görsənəcək, şəkil tələb edəcək və s. Amma həkimə getsəniz, həkim sizin kökəlməyinizin səbəbini tapmaq üçün sizdən müayinələr istəyəcək, sonra ona uyğun pəhriz yazacaq və ehtiyac varsa dərman müalicəsi eləyəcək. Belə baxanda həkimin növbəsində də gözləməli olacaqsınız. Daha çox pulunuz çıxacaq. Siz də belə düşünürsünüz. Bilməlisiniz ki, bu filmin ikinci seriyası da var. Kör təbii, qeyri-peşəkarların təyin etdiyi pəhrizlər nəticəsində siz pi itkisi yerinə əzələ itkisi yaşayırsınız. Nəticə itibarilə əzələ gücsüzlüyü, bədəndə müxtəlif deformasiyalar, əzələ kütləsinin kiçilməsi, amma yenə də həmən miqdarda qalan pi hüceyrəsi ilə üzbəüz durursunuz. Nəticədə yenə də həkimə müraciət etməli olursunuz. Bu səfər arıqlamaq üçün yox, müalicə üçün.